Qumru xanım, açığı mən gözləmirdim. Dəqiq razısınız? Hə, işləmək istəyirəm. Əgər sizə də uyğundursa. Yox, əlbəttə uyğundur. Mən özüm sizə təklif eləmişdim də. Siz Allah. Üzürlü sayın, biraz qəribə oldum mən. Nə vaxt başlamaq istəyirsiniz? Nə iş var? Bizdə, katibə. Katibəm bir gün işə gəlir, bir gün gəlmir, hava yeri maaş alır. Keçin onun yerinə. Qumru xanım, kömək eləyərsiniz mənə. Yəni, köməkçim olarsınız. Mənim. İstəyərdiniz? Deyəsən, odun az olacaq. Gedin biraz da yığım. Sabaha yağış deyib. Gəlim də mən də sənə. Ya, sən elə tam sağalmamısan. Bildim də dayı, evdə ürəyim sıxılır. Gəlim yoldaşlı, gedək gələk. Yaxşı. Onda gedək biraz yemək yeyək, hə? Yoxsa ürəyin xarab olacaq, mən səni daşımalı olacağım. Gəl görək. Buyurun su için. İstəmirəm. Sağ olun. Əgər mənim yanımda işləmək istəmirsinizsə, onda sizə başqa bir yerdə iş verə bilərəm. Bəs onda Qədirə niyə burada iş vermirdiniz? Niyə uzağa göndərirdiniz? Qədir, bilirsiniz Qumru xanım, Qədirə uyğun burada bir iş yox idi. Amma siz daha diribaşsınız, həm də bura şəhər yeridir, iş biraz çox olur. Əgər istəmirsinizsə... İstəyirəm. Razıyam. Əla, əla. Nə qədər maaş istəyirsiniz? Mənim bu işdə o qədər də təcrübəm yoxdur. Ona görə bilmirəm. Siz narahat olmayın. Heç nədən narahat olmayın. Mən nəyi necə eləmək lazım olduğunu özüm şəxsən sizə bir-bir öyrədərəm. Yaxşı olar. Mən tez öyrənirəm. Çox gözəl. Nə vaxt başlamaq istəyirsiniz Qumru xanım?
Olar sabahdan başlayayım. Əlbəttə olar. Niyə olmur ki? Oldu. Mən gedim onda. Çox sağ olun. Təşəkkür edirəm təklifimi qəbul etdiyinizə görə. Oldu, sağ olun. Görüşərik. Görüşərik Qumru xanım. Görüşərik. Ha. Qumru, Salam Sultan. salam. Sən burada nə edirsən? Bəbir müəllim iş təklif eləmişdi. Gəlmişdim onu qəbul eləməyə. Nə iş? Katibə. Burada, Bəbir müəllimin yanında. Hə? Qumru, bir dənə bura gəl. Gəl bura. Bu hardan çıxdı ay qız? Sən iş lazım etsə mən sənin üçün yaxşı bir iş tapardım da. Katibə nədir özü də Bəbirin yanında? Sultan, səncə məsələ işdir? Sənin zəngindən sonra mənim bu adama qarşı şübhələrim daha da artdı. Ona görə gəldim, işi qəbul elədim. Nə var, nə yox ortaya çıxartmaq üçün. Mən hər şeyi araşdırırdım da. Sənin nəsə eləməyə ehtiyac yox idi axı. Var da, ehtiyac var. İkimiz daha tez ortaya çıxardarıq. Sultan, mən gecələr rahat yata bilmirəm. Bu Bəbir, bu sən fikirləşdiyindən də təhlükəli adamdır. Uzaq durmaq lazımdır ondan. Bilirəm. Hər şey göz almışam. Mən qədrə görə bunu eləyəcəm. Biraz qanunlarını yığ. Nazirlər tez yanı qurtarır. Yaxşı. Nə oldu? Bilmirəm. O yer yadında deyil. Ora haradır ki? Talehin yollarımızı birləşdirdiyi yerdir. Sən orada kimsəsiz, ruhsuz uzanıb qalmışdın. Daha doğrusu ölmüşdün. Sən orada öldün Qədir. Sən məni buradan tapmısan, ha? Hə. Deməli mənim hekayəm burada bitib. Bilmək olmaz. Bəlkə də buradan başlamısan. Etmə. Qədir, eləmə. Etmə. Etmə, eləmə Qədir. Amma sən qulaq as.
Yaxşısan Qədir? Qədir, yaxşısan? Qəza. Burada qəza olub. Hə. Yadındadır. Deyil. Xatırlamağa çalış. Bu səslər sənə nə deyir? Qədir, maşında kim vardı? Maşını kim sürürdü? Səni bu qəzaya kim salıb? Maşında kimlər vardı? Qumru, Lalə, xatırlamağa çalış Qədir. Bilmirəm dayı, yoxdur. Beynimin içində heç nə yoxdur. Eyb yoxdur, eyb yoxdur. Narahat olma, narahat olma. Gəl, gəl əyləş burada, gəl. Gəl görüm. Yavaş. Ayaq uzat. Yaxşısan? Yaxşı. Çıxmadı hələ. Yox da Mələk, gözləyirəm. Ay İslam, bəlkə fikrin qarışıb, o da çıxıb gedib. Gör nə vaxtdan oradasan. Ay Mələk, buradayam da, oturmuşam, gözləyirəm. Blok da gözümün qabağındadır da. Valla deyirəm, mənim ürəyim rahat deyil. Ki, qaydım dala. Ayıbdır, gəlib cəmadın blokunu güdürəm mən. İslam, bəs də. Danışdıq axı biz. Bir şey tapaq sonra da. Başa düşə bilmirəm, sən yazığın gəlmir Soltana. Gəlir, niyə gəlmir, ay Mələk? Amma Ülker pis qız oxşamır axı. Başlama da yenə saf-saf danışmağa. Bilmək olmaz hələ onu. Mən hiss eləyirəm, nəsə var. Analar özü tez hiss eləyir. Bax, sən hər dəfə bu uşaq söhbətindən məni yoldan çıxardırsan, ha? Neyniyim bəs? Yolu gətirmək olur ki səni. Aha, çıxdı Mələk, çıxdı. Get, tez ol, get. Hə, buradayım, danışarıq. Qurbanım, yer olsun, heç nə olmasın da. Soltan yazıqda. Atanla danışdım. Düzdür, çətin oldu həmişəki kimi. Amma həll elədim. Heç yerə getmirsən. Ona nə var ki? Bir də gördün tutturdu məni. Tutturmaz. Amma bu məsələni də belə qoymaq olmaz, üstünə düşmək lazımdır. Nəyin üstünə düşmək lazımdır? Hələ bir görək Cahangir doğrudan orada adam bastırıb ya yox. Ayna yalandan adam bastırmaq olur. Deyirəm ki, gözümlə gördüm də, öldü, Cahangir apardı, bastırdı. Gözünlə meyidi gördün. Hə də, Cahangir də yoxladı nəbzini, dedi, atmır, ölüb. Cahangir yoxladı. Ona inanmaq olmaz. Safsan sən. Səni elə Allahdan heç ruhun da inciməz. Niyə anlatsın ki? Həm də Cahangir çox istəyir məni. Çox istəyir bunu. Səni yox, pulunu. Pulum qalıb mənim. Seyran, get Cahangirlə danış. Qoy onun yerini göstərsin, harda aparıb bastırıb. Atan da bu məsələnin üstünə düşsün. Mən qarışa bilmirəm. Yoxsa elə də qarışaram, elə də eləyərəm, həll eləyərəm 5 dəqiqəyə. Niyə də, niyə lazımdır? Niyə durduq yerə özümüzü bəlaya salaq? Ölüb aparıb bastırıb da vəssalam. Oğlum, başa düşmürsən, hə? Sən niyə başa düşmürsən, ay bala? Deyirəm sənə ki, onun yerini göstərsin atana, atan oranı qazdırsın, görsün həqiqətən orada meyid var ya yox. Ha bala, sabah biri gün bir də görərsən ki, sənin əleyhinə bunu istifadə eləyər. Mən ona şəxsən inanmıram. Fırıldaqçının biridir o. Başa düşdün? Sən mən deyəni elə.
Hardaydın? Uşağı gücüyle yatızdırdım ki səni istəməsin. Bəbiri müəllimin yanına getmişdim. O isə. Onun yanına niyə? Dünən burada təklif elədi işə görə. Getdim dedim ki, qəbul eləyirəm. Sabahdan başlayıram. Dəli olmusan sən. Niyə? İşdi də. Başqa iş tapardıq da. Niyə bəbirin yanına gedirsən işləməyə? Ana, nə oldu birdən-birə sənə? Dünənə kim sən deyildin? Bəbiri dağın başına qoyan. Onun kimi işləmək lazımdır, onun kimi qazanmaq lazımdır. Nə baş verdi? Qızım, Hə, sən axı şirkət işlərini bilmirsən. Öz sahənlə bağlı işdə də. yoxdur da, öz sahəmlə bağlı yoxdur. Tapardıq. Mən də axtarardım. Qumru. Hə. Bəbir... Ondan uzaq ol. Nə olar? Niyə? Axı sən onun yanında işləmək istəmirsən. Ağır olacaq sənin üçün. Ağır olmayacaq. Əksinə. Mən ona nə qədər yaxın olsam, bir o qədər yaxşıdır. Bilmək olmaz. Bəlkə elə qədri də o öldürüb. Ey Allahım. Sən özün kömək ol. Bu qız neyinir axı? Hə, ana. Yox, elə şey yoxdur. Siz də inanırsınız. Əşi, bizi istəməyən adamlar da Seyrana şər atırlar. Həm də ki, Bəbir müəllim bilsə səncə imkan verər buna. Pişmiş də ona gülməyə gəldi. Yox. Ana, Seyran heç vaxt elə şeylər eləməz. Həm də ki, Seyran elə bir şey eləsə, mən bir dəqiqə də bu evdə dayanmaram. Qalma bu evdə sən. Ay, qəti surətdə qalma. Amma o sifət ki, səndə var ha. Sən ölənə qədər eləmə. Hə. Yox, siz hələ gəlməyin ana. Biraz Xavər xanıma görə evdə vəziyyət qarışıqdır. Mən sizi özüm çağıracam. Hə, yaxşı ana, işim var indi, danışarıq. Sağ ol. Mənə qulaq asırsan sən? Sən nənəm. Uy, bismillah. Bismillah, üzürlü say. Görmədim səni. Hə. Sual verdim. Mənə qulaq asırsan sən? Kimə? Yox, mənim işim başımdan aşır, başım qarışıb. İşə yox. Fikirləşirəm, bekar zat. O qədər başımda fikir var ki. Onları fikirləşirəm. İnandım. Lap yaxşı. Xoş gəldin. Acından öyləmə, yeməyə nəsə var? Qoymuşam qızmağa. Nə oldu, danış görüm. Qız neynədi? Ay qız, bu dəqiqə gəlmişəm evə. Bir adam qarşılayarlar, bir qabağına çay qoyarlar. O dəqiqə nə oldu? Başlama da səndə. Nə oldu, de görüm. Neynədin? Ay, heç nə, getdim, güddüm, girdi teatra. Mən də çıxdım, gəldim. Teatra niyə? Ora niyə gedib? Ay qız, teatra niyə gedirlər? Gedirlər istirahət eləməyə, mədəni istirahət. Qulaq asay, mədəni.
Günün günorta çağı nə teatr, nə tamaşa. Doğrudan ha? Bəlkə nəsə, nə bilim, tanışı zadı var da, onun yanına gedir, ya da nəsə işi var. Ola bilməz ki. Vəssalam da. Otur indi, fikirləş. Ölç, biç. Götür, qoy elə. Bax, mən sənə deyirəm ki, bu qızda nəsə qəribəlik var. Bax, qadın kimi hiss eləyirəm. Sonra demə ki, mələk demədi. Onda gəbələ eləyək də. Mən gedim Sultana hər şeyi danışım, şəkilləri də göstərim. Özü bilər də, yerini inir eləsin. Ayıbdır, Allah qutanıram. Camaatın qızının dalınca düşmüşəm bütün gün. Əsas odur, sənin niyyətin təmizdir. Tələsmə də Sultana söz deməyə. Deyərik də nəsə lazım olsa. Görsən ki, hələ bəlli deyil də, məsələ nədir, nə deyil. Yan da. Nə pişirmsən yeməyə? Sən sevdiyin kimi. Elə gözəl, elə dadlı. Qızartmışam, toyuq. Bəh, 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 yanında da kartof. Bəh, bəh, bəh. Gedək onda yeyim, mədəm üzüldü. Çörək yoxdur. Çörək al da. Ay mələk, yaxşı da mələk də. Belə şey olar. Gəlirəm evə bir qapının ağzında yüzümüz zəng elə deyinən. Allah hər dəfə belə eləyirsən səni. Tez ol, tez ol. Al gəl, tez ol. Oğlum yapma da deyim məndən. Ay xanım, mən bilmirəm, siz bizim şirkətdə elə şey ola bilməz, mümkün deyil. Bizim tikdirdiyimiz evlərə söhbət yoxdur. Siz bizi başqa şirkətdən səhv alırsınız. Yavaş olun da. Bağışlayın, amma siz elə bil, hər bu şirkətə gələndə mənlə toqquşmağa gəlirsiniz. Siz yolunuza baxsaz, toqquşmarıq. Gəl. Oo. Gəl görək Rəfiqə xanım. Gəl, gəl. Buyurun, əyləşin. Gəlin. Kızın gelmişti bura. İşlemeyi istəyir. Sən işindir. Yox, öz qərarıdır. Nə yaxşı birdən-birə belə qərara gəlib. Bilmirəm. Yəqin görüb başqa əlacı yoxdur. Ama öyle oldu. İstediğim yar idi. Necə deyərlər, yetirdi Pərverdigar. Kaş ki yetirməyəydi. Qızımın üstündən gözünüzü çəkin. Məni məcbur edirsiniz. Şantajla qorxudursunuz. Amma qızım elə adam deyil. Bu işlər zorla olmur. Olur. Əvvəl axır hər şey yolunu tapır. Heç nə yolunu tapmır. Siz yolu dəyişdirirsiniz. Mənim uşağımın taleyi ilə oynayırsınız. Hey Rəfiqə, Rəfiqə. Mən onu xoşbəxt eləyəcəm. Bəbir mənim. Qızımdan əl çəkin. Qan üstündə xoşbəxtlik olmur. Mən nə istəyirəmsə, o da olur, Rəfiqə.
Seyran, niyə qoymursan işdə oturum? Niyə qoymursan işimi işləyim? Güclə qayıtmışam işə gözün qabağında. Seyran, sən mənim boynuma minmisən, Cahangir, qurban olum kömək elə, ölürəm. Cahangir ölsün, Cahangir nə kömək eləsin? Cahangir az kömək elədi sənə, yekə kişisən, az kömək elədim mən sənə. Hə? Mən boyda kişinin mal dalınca göndərirsən hər dəfə. Meydini aparıb bastıran Cahangir. Səni polisin əlindən alan Cahangir. Cahangir neynəsin bundan artıq Seyran? Eləmə də, bir-iki gün eləmə də qurban olun. Bəlkə bədənin öyrəşdi, bəlkə... Dözə bilmirəm Cahangir, ölürəm. Dözlə, dözlə. Hala, bax, olanın budur. Olanın budur, qardaş. Bir-iki gün idarə elə də, gör, neynirsən. Onlar mənim əlaqəm qalmayıb, kanal qalmayıb. Axırıncı dəfə də gördüyümdə başıma nə gəldi, az qalsın tuturdular. Sən təşkil elədə, nə olar? Seyran, mənim də kanalım yoxdur. Ancaq pul verə bilirəm. O da ki, hələ ki. Bax, gözünün qabağında bərbərə getməyə pulum olanda vaxtım olmur, vaxtım olanda pulum olmur. Bax, sezonlu, bir sezon içində cəmi bir kostyumdan bir paltoyla bax, bu qışı keçirdirəm gözünün qabağında. Niyə? Zibildən imkan yoxdur. Qoy qaydım bir işləri qaydasına qoyun bir şey. Yaxşı olacağı darıxdırma özünü. Yaxşı, yaxşı. Çox sağ ol Cahangir. Mən inanıram sənə, kim nə deyirsin. Mən sənə inanıram. Sən işimə fikir vermə. Sən özünə fikir ver əsas, yaxşı? Yaxşı. Düzələcək, qabaq işlərimiz var, narahat olma. Biraz özünə çəki düzən ver də, yaxşı? Get, mən də qayıdım işə. Nə baş verir burada? Mən daha durum gedim. Sağ olun. Görmürsən, söhbət eləyirik. Nə yaxşı belə çox yaxın, səmimi söhbət idi. Mövzu elə idi də. Bir də ki, sənə bunların dəxli yoxdur. Niyə gəlmirsən? Nə oldu? Qızı bəs eləmədi, indi anasına göz tikmisən, hə? Bu nə axmaq sözü danışırsan, ha? Bir şey olan kimi elə hey axtarırsan yozmağa. Bir də ki, daha sənə heç bir şeyin dəxli yoxdur. Lap belə mən Qumru ilə nişanlanıram. Sonra Xoşbəxtliyi arzulaya bilməyəcəm, bağışla. səndən heç xoş söz uman da yoxdur. Narahat olma. Narahat deyiləm. Heç narahat deyiləm. İstədiyindən ayrı oldun da. Axır ki. Axır ki. Bir dənə bilərsən vecimədir. Qətiyyən. Mən bura Seyran'a görə gəldim. Biz bu barədə səndən danışdıq, Xavər. Sənin oğlunun yeri qazamatdır. Xeyr. Mənim oğlum müalicə olacaq. Öz həyatına da davam eləyəcək. Bacarsa, Bacaracaq oğlum, bacaracaq. Əsas sən bu hadisənin üstünə düş. Yəqin ki, ölən adamın ailəsi artıq polisə xəbər verib. Polis də çox güman onu axtarır. Bir yaxında da meyidi tapılar. ay qız, heç olmasa bir dəfə ağzını bir xeyri aç da. Xeyir zad yoxdur, bəbir. Yoxdur xeyir. Neynirsən elə? O Cahangirdən o meydin yerini tez öyrən. Mən Seyran'a dedim, Seyran soruşmayacaq. Çünki inanır o Cahangirə. Amma mən heç güvənmirəm. Gəl. Mənim, burada bir də yüngül səhv var. Xavər xanım, salam. Necəsiz?
Hə Cahangir, yaxşı ki gəldin. Özüm çağıracaqdım səni. Nəsə olub? Getməliyik səndən o dediyin yerə. O meyidi bastırdığın yerə. Ay Qumru, sənin ağlın yerindədir, başın işləyir. Necə yəni bəbirin yanında işləyəcəm? O nə deməkdir? Sən də öldün deyə kimi deyən ki, mənim onun zəhləm gedir, görməyə gözüm yoxdur. İndi gedirsən onun dizinin dibində işləməyə. Mələk, səncə mən birdən-birə bu qədər dəyişə bilərəm? Bəbiri görməyə gözüm yoxdur. Bu dəyişilməz bir faktdır. Amma neyniyim? Başqa çarəm də yoxdur. Qədirin məsələsini öyrənməyin başqa yolu var. Başa düşdüm. Amma çox böyük riskdir. Sən onunla oyun oynamaq istəyirsən. Amma o köhnə qurtdur. Bir də gördün ki, özün oyunun içindəsən. Mən özümü qoruyaram. Əsas odur ki, bilim bu məsələnin iç yüzü nədir. Onsuz da sən tərsən, mən nə desəm də öz bildiyi eləyəcəksən. Məndən olsa getmə, getmə. Bilirsən də, odla pambıq bir yerdə olmaz. Sağ ol Mələ. Çox sağ ol, niyə əziyyət çəkirdin? Yo, nə əziyyət, xoşdur, nuş olsun. Bəbəş necədir? Hə, yaxşıdır. Sizdən görək. Evlənəsiz, sənin üçün olsun. Xoş gəlmişsiniz. Nə yaxşı gəlmişsiniz? Güzdən razı salmışam gətirməyə. Hə. Niyə? Gəlmək istəmirdin? Bizi görmək istəmirdin? Yox. Əslində mən elə ilk dəfə görəndən sizə qanım qaynayıb. Çox istəyirəm sizi. Elə bizim də sənin qanımız qaynayıb. Elə İslama deyirəm ki, necə yaxşı qızdır, səmimi, dürüst, təmiz adamdır. Əslində çox utancaqdır. Yox, heç utanana oxşamır. Yəni deyirəm ki, qızın boynuna qoyma da. Görsən nə gözəl yola gedirik. Siz də evlənin, biz də gələk sizə qonaq tez-tez. İslama yığım görüm hardadır. Alo, ay İslam, harda qaldın? Biz bayaqdan qonaqlar səni gözləyir də. Tez ol. Hə, çörək almağı da unutma. Hə. Harda olsa gələcək indi.
Axır gətirib çıxartdın sən bizi bura. Ha tərəfdədir? De buralarla. Ha? Bura olmalı. De buradan. Buradır, ha? Hə. Dəqiq. Hə, deməlim buradırsa. Get. Beli oradan götür. Gəl qaz buranı görə nə çıxır. Estağfurullah. Ay müəllim, elə şey olar. Adam ölüb bastırmışıq da bir dəfə. Niyə ruhun incitəcək? İncitmək olmaz ya ruhun. Götür. Qaz dedim, qaz. Meyidi göstər mənə. Yolların çay kimi axar görəsən, üstünə yağışlar yağar görəsən, səninə yandırıb yaxar görəsən, özü öz külündən dirilən adam. Qəlbini səmaya aça bilərsən, içindən min işıq saça bilərsən, nə qədər bacarsan qaça bilərsən, günahın əlindən dirilən adam. Sıyrılıb hər dəfə günah səsindən, qurtuldub xəyanət qəhqəhəsindən, hansısa bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar qəhərlə birgə, oyanıb qalxarsan səhərlə birgə, günəşin içindən dirilən adam. Bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar qəhərlə birgə, oyanıb qalxarsan səhərlə birgə, günəşin içindən dirilən adam. Dirilən adam.